Təbriz tacirləri də İranda baş verən etirazlara qoşularaq bazarı bağlamaq qərarına gəliblər. Bu sözləri Güneyli yazar Sayman Aruz Musavat.com-a açıqlamasında bildirib. O deyib ki, Güney Azərbaycanın ticarət obyektləri mərkəzi hakimiyyətin siyasətinə etiraz olaraq fəaliyyətini dayandırıb. Təbriz bazarçıları bəyanat yayaraq qeyd ediblər ki, Azərbaycan xalqının mövqələrini dəstəkləyirlər. Onlar Tehran mərkəzli cərəyanların hər vaxt Azərbaycana qarşı mənfi baxışda olduqlarını vurğulayır və azadlıq, ədalət, milli hökumət əsas şüarı ilə etiraz və tətil elan edirlər. Bu çağırış Təbrizin mərkəzində olmaqla yanaşı Ərdəbil, Urmiya, Zəncan, Əhər, Həris, Xiyov, Xoy, Zəncan, Sulduz, Marağa və digər şəhərlərdəki bütün bazarçıları da etiraza səsləyir. Təbriz bazarçılarının əsas fikri ondan ibarətdir ki, İranda baş verən etiraz aksiyaları demokratik haqlar və insan haqları uğrunda aparılan mübarizənin tərkib hissəsidir və bu mübarizəyə Təbriz tacirləri, eləcə də ticarət obyektlərinin sahibləri də qoşulurlar. Ancaq təbii ki, onların irəli sürdüyü şüarlar və məqsədlər bəzi digər qüvvələrin hədəfləri ilə üst-üstə düşmür. Belə ki, onlar şahın oğluna dəstək vermir, qəti şəkildə Pəhləvinin İrana qayıtmasının əleyhində olduqlarını bildirirlər. Onların öz şüarı isə dəyişməz olaraq azadlıq, ədalət, milli hökumətdir. Yəni Təbriz tacirləri azadlıq, ədalət və milli hökumət axtarışındadılar və etirazlara da məhz bu şüarlarla, bu məqsədlərlə qoşulurlar. Bu mübarizə Azərbaycan cəmiyyətinin milli haqlarının, Azərbaycançılıq düşüncəsinin azadlığının, ədalətin bərpasının və qorunmasının təmin olunmasına yönəlib. Güney Azərbaycan bu etirazlarda öz yolunu və məqsədini açıq şəkildə ortaya qoyaraq həmin istiqamətdə hərəkət edir.